Hər vaxtınız xeyir, gözəl Türk qızlarım. Sizlə görüşməyimə şadam. Bugün yəni uşaqlarda əzələ sistemini necə möhkəmləndirmək lazımdır, o haqda söhbətlərimiz olacaq. Bildiyiniz kimi uşaqlarda çox rast gəlinən xəstəliklərdən biri də rakitdir. Sümük əzələ sistemi xəstəliyi sayılır bu və bütün ümumi orqanizmin xəstəliyidir. Bəzən çox adam elə bilir ki, elə dərk edir ki, bu ancaq sümüklərə və əzələlərə aid olan bir xəstəlikdir, amma orqanizm vahid bir sistemdir. Yəni bütün sistemlər arasında çox sıx əlaqə var, rabitə var. Ona görə də hər hansı bir sistemin xəstəliyi o biri sistemlərə də təsir edir və əzələ sistemi zəif olur rakit zamanı və əzələ sistemini necə möhkəmləndirmək olar və yaxud da pastoz və çox hərəkətsiz saxlanılan, daim qucaqda saxlanan uşaqlarda əzələ sistemi çox hərəkətsiz olduqlarından zəif olur və onu necə möhkəmləndirmək olar? İstər rakit zamanı, istərsə də elə dediyim hallarda əzələ zəifliyi olduğu zaman necə möhkəmləndirmək olar? Birincisi, uşağı deməli hərəkət pozisiyalarında tutmaq lazımdır. Demək, uşağı ağzı üstə qoymaq, mən onu sizə demişdim ki, yəni bilmirəm xatırlayırsınız yoxsa yox, uşağın başını tez saxlamağı, yəni vaxtında saxlamağı 2 ayında artıq uşaq başını saxlamalıdır, normal uşaq sərbəst. Demək ki, bunun üçün uşağı qarnı üstə sərt masanın üzərində gündə 6-7 dəfə qoymaq lazımdır. Bu zaman uşaq başını qaldırmağa cəhd eləyir, boynunu o tərəfə döndərir və bu da demək idman effekti və əzələlərin möhkəmləndirilməsi effektini verir. Eləcə də bəzi uşaqlarda deməli köp sancı probleminə də bu təsir edir. Eyni zamanda uşaqların böyük əksəriyyətində göbək yırtığına meyillik olur. Yenə də qrıja sözünü siz çox istifadə edirsiniz. O sözü unudun. Yenə də qayıdıram əvvəlki fikirlərimə. Azərbaycan dilində buna göbək yırtığı və yaxud da göbək dəbəliyi deyilir. Yəni bu terminləri öz dilimizdə öyrənməyə və yadda saxlamağa çalışaq. Yəni göbək yırtığına meyillik olduqda ağzı üstə qoymaq bu problemə də təsir edir. Demək, yəni onun aradan qaldırılmasına kömək edir. Uşaq cərrahiyyəsində də göbək yırtığının elə müalicəsinin birinci əsas şərti uşağı sərt masaya ağzı üstə bir gündə 6-7 dəfə qoymaq demək göstərilir və çox böyük hallarda da müsbət nəticələr verir. Demək, bu da eyni zamanda uşağın qarın əzələlərini bu vəziyyətdə qoymaq qarın əzələlərini də möhkəmləndirir, bağlarında möhkəmlənməsinə səbəb olur. Demək, eləcə də uşaq bu vəziyyətdə yarı üzgüçülük pozisiyasında olduğuna görə bütün ətraflarını hərəkət elətdirir və əzələ sisteminin möhkəmlənməsinə təsir edir. 5 ayından başlayaraq uşağı dayaqların köməyi ilə deməli otuzdurmağa çalışmaq lazımdır və bu da məşq effekti verir və uşağın 6 ayında normal uşaq oturmalıdır. 6 ayına qədər uşaqda bu effekti alırıq, əzələləri möhkəmlənir və onda oturma effektini alırıq. Demək, uşağı iməkləməyə də öyrətmək, bu da çox əzələ möhkəmləndirici effekt verir. Praktik olaraq bu çox özünü deməli göstərmiş və demək təsdiqini tapmış bir metoddur. Qarnı üstə qoyduqda və uşağın müəyyən aydan sonra, məsələn 6-7 ayından sonra qarşısına əşyaları atdıqda o həmin əşyalara əlini uzadaraq onları götürməyə cəhd edir və demək instinkt olaraq eləcə də şəhərdə refleks yaranmaqla iməkləmə deməli başlayır və tədricən 2-3 həftə ərzində uşağı iməkləməyə də öyrətmək olur. Və iməkləmək də üzgüçülük effekti verir. Çox gözəl bütün əzələləri, tək qarın əzələlərini deyil, bütün əzələləri möhkəmləndirici effekt verir. Təsəvvür edin ki, uşaq iməkləyirsə, elə bil ki, uşağınızı idman nöqteyi nəzərindən və yaxud da möhkəmləndirici nöqteyi nəzərdən üzgüçülüyə qoymusunuz. Yəni, bu da çox gözəl təsir edir. Sonra əzələ möhkəmləndirici effekt əvvəlki çıxışında dediyim kimi demək, sağlamlaşdırıcı masajlar da əzələ möhkəmləndirici effekt verir. Əzələ möhkəmləndirmənin bu şərtlərinə əməl etməklə siz uşağınızın vaxtında oturmağına, vaxtında tutub durmağına və vaxtında yeriməyinə çox böyük dəstək olmuş olursunuz. Diqqətli olun.
yadınızda saxlayın. Sağ olun. Dinlədiyinizə görə təşəkkür edirəm.